stajınız var? 20 il. Aha, lap yaxşı. Çox xoş oldu. İndi mən dərsə başlayım. Bəli. Lövhəyə açım. MHM-in deməli kitabını atmışam. Sertifikasiya kitabı onun əsasında düşür. 99% onun əsasında düşəcək. Onu bilsəniz, inşallah yaxşı yaza biləcəksiniz. Başlayağın. Yalan güclü deyil. Günel müəllimə, bir dəqiqə vaxtınızı alıram. Mənim digər sertifikasiya qrupunda ixtisas fənnindən mən tədris edirəm də Azərbaycan dili bilirsiniz. Həmçinin onları bura yönəltə bilərəm riyaziyyat dərsinə zəhmət olmasa bir də sizin dərsinizə baxsınlar. Çünki onlar da yenidir. Yön olaraq linki bir dənə zəhmət olmasa mənim şəxsimə göndərin, çox xahiş. Yenidən göndərin, əlavə edim. Aha, yaxşı. Bugün mən sınaq dərsi kimi keçəcəm. Sabahdan artıq başlayasıyam. Əməli başlı sürətli getməyə. Dayanın bircə dəqiqə, qoyatım sizə. Aygün müəllimə, sizə tələbə yönləndirmişəm Turanə adlı tələbə. Çox təşəkkür edirəm müəllimə. Minnətdaram. Müəllimlər qəti qorxmayın. İbtidai sertifikasiya 2 vuru keçin bir şeydir. Sizə sadəcə 35 Azərbaycan dilindən cəmi 19 mövzu lazımdır. Riyaziyyatdan da 8-ci sinifə qədər Günel müəllimə özü də çox gözəl bilir. Kurikulumdan da yalnız və yalnız iş görünüşü, işinizlə bağlı suallar düşəcək. Heç qorxmayın. Bir aya müəllim var ki, mənlə hazırlaşdı, 39 bal topladı, Günel müəllimə riyaziyyatdan qaldırdı. Bircə aya bu 3 fənni sıxışdırdıq. Heç nə həyəcanlanmayın, qalın, bizimlə davam edin, uğurlarınız bol olsun inşallah. İnşallah müəllimə, inşallah. Aha. Mən çox qorxuram, nə bilim, inşallah ki, yaxşı olar. Qəti qorxmayın müəllimə, qəti qorxmayın. Mən sizə elə bir müəllimlərlə tanış edərəm ki, Günel müəllimə də bilir. Əlləri əsirdə ilk dəfə gələndə. İndi onların nəticələrini sizə göndərəcəm, baxarsınız. Çox da gözəl. Mən də o vəziyyətdəyim. Əlim əsir, ayağım əsir. Kim görür deyir, yəni çox pis vəziyyətə düşmüsən deyir. Bilmirəm, müəllimə sizin imtahan. İnşallah Azərbaycan dilindən də mən sizə dəstək olaram, həm də kurikulumdan. Naxçıvandan qoşuluram, müəllimə. Bizi dedilər ki, Maliyyə Nazirliyi Naxçıvanı məcbur eləyibdir ki, aldığı məlumatlara görə Maliyyə Nazirliyi Naxçıvanın Təhsil Naziri məcbur eləyibdir ki, yəni maksimum mart yaxud da aprel ayını. Mart ayına inanmırıq, çünki mart ayında 11-lərin buraxılışları var, bir də bayramlar ərəfəsinə düşür. Yəni martdan ümidimizi üzmüşük. Yəni aprelin əvvəli, aprelin axırına, yəni çox güman ki. Mən sizə bir söz deyim mi? Aprel ayında 9-ların imtahanı, plus vakansiyaların çıxarılması, may ayında sənəd qəbulu miqçilərlə müəllimlərin siz iyunun əvvəl imtahan verəcəksiniz. Bax, bunu mən sizə burada deyirəm. İnşallah iyunun əvvəlinə qədər. Mən çox, yəni 50 plus da istəmirəm. Mən elə yəni 40, 42, yəni 32-də razıyam. Çünki Xeyr, müəllimə, yığacaqsınız inşallah. Günel müəllimən dərsini də mane olmaq istəmirəm. Sonra şəxsən mən bu Azərbaycanlı dərslərini də atacağam. Sırf sizdə düşən mövzuları keçərəm, yorulmayın. İstəyirsiniz günü səhəri keçirsinlər, qətiyyən qorxu olmasın. Motivasiyanızı üstün tutun. Siz neçə ildir müəllimsiz? Deməli, siz buracan gəlmisinizsə, nə sertifikasiya? Siz çox gözəl müəllimlərsiniz. Həqiqətən. Hamınız savadlısınız. Sizin qabağınızdan durub gediblər bütün maliyyə nazirləri də, bütün təhsil nazirləri də. Sizlər olmasaz, biz növrəni qurmasaz, biz yuxarı sinif şagirdlərini nətər böyüdərik, nətər keçərik. Mən özüm Azərbaycan dili ədəbiyyat müəlliməsiyəm həmçinin. İnşallah əla olacaq, çox gözəl də olacaq. Birliklə bu qrupda gedəcəksiniz. Neçə nəfərsiz? 25 nəfər hazırladıq biz keçən il. Hə, Günel müəllimə, səhv eləmirəmsə 25. 25-i də hər biri imtahandan keçdi. İndi hər biri ilə də görüş keçirəcəksiniz. Sağ əli sizlərin başına. Çox sağ olun müəllimə. Balı keçim, əsas balı keçim. İnan ki, yəni Bakıya gələndə, yəni siz ikinizi yəni xüsusi olaraq gəlib görməyi, yəni özümə borc bilərəm. Keçəcəksiniz, müştuluq da alacağım inşallah. İnşallah Günel müəllimənin özünə xüsusən, yəni mən tək hazırlaşırdım Günel müəllimə ilə. Mən özünə də dedim ki, yəni ödəniş əlavə, yəni bu necə deyim axı, keçim dedim, yəni sizin şirinliyiniz mənim gözümüzdə. Yəni özüm içimdən gələrək dedim o Günel müəlliməyə. Aha, çox sağ olun. Başlayaq mı? Ya Allah, başlayaq. Natural ədədlərdən.
Birinci Cüşvər müəllimə, sizdə kitab var da. Oxu görək nə Məndə deyir. var. Məndə vardı Aha. müəllimə, üzr istəyirəm. Bu qardaşımın Mövzu qızının acındı. Gəldik bura. Təmiz kitab da gətirəcəyim. Naşnik də gətirəcəydim ki, yəni Aha. məcbur onlara mane olmasın. Hamısı yadımdan çıxdı, gəlmişik burada evdə. Aha. Eləmi? Bəli. Mövzu izahının kaydını atacağım qrupa. Ona baxarsınız. Bir də vaxt itirməyək ona. Əsas Məsələn, mövzuların izahlarıdır. aha, məsələn, deyir ki, təkliflərdən hansı doğru deyil? 2 tək ədədin cəmi cüt ədəddir. 2 tək ədəd götürün. 3 ilə 7. Məsələn, neçə eləyir? 21. Bilirsiniz ki, 1, 2 artırın. 3, 5, 7, 9. Və bunlarla bitən ədədlər necə ədədlərdir? Tək ədədlərdir. Tək İndi ədədlər. 1 ilə bitdi, 1 ilə bitdi, tək ədəddir. Bu da deyir cüt ədəddir. Doğrudurmu bu təklif? Doğru deyil. Bizdən də doğru deyili soruşur. İndi keçək A getdi, keçək B variantına. Cüt ədədlə tək ədədin cəmi tək ədəddir. Cüt ədəd götürək 2, tək ədəd götürək 1, cəmi nə oldu? Tək ədəd oldu. Bəli, bu doğrudur. Bizdən də doğru deyili soruşur. Onda keçək C variantına. İstənilən 2 natural ədədin nisbəti natural ədəddir. Məsələn, 3 bölünsün 2. Neçə eləyir? 1,5 eləyir. Bilirsiniz ki, vergüllə olanlar onluq kəsirlərdir. 1,5 fincan demək olmur. Natural ədəd deyil. Yəni ki, 6-nı 3-ə bölürük, 2 düşür. Həmişə natural ola bilmir. Bu da deyir, istənilən, yəni ixtiyari 2 natural ədədin nisbəti natural ədəddir. Yəni istənilən 2 natural ədədin nisbəti natural ədəd ola da bilir, olmaya da bilir. Ona görə C variantı nədir? Doğru deyil. Sonra məsələn 2 tək A təkdir deyir. İkinci, nömrə ikinci. A təkdir deyir. A-ya götürək 3. B isə cütdür. B-yə götürək 2. İfadələrdən hansının qiyməti tək ədəd olar? İndi baxın B variantına. İndi kayda atacağım. Baxacaqsınız. B plus 3. Kitabın şəkli də var. İstəyirsiniz PDF-ni açın, baxın. Bərabərdir. A-ya yazıram 3. 2-nin kvadratı plus 2 plus 3. Bərabərdir. 3, 4 plus 2, 6, 6, 9, elədi 27. Bu tək mi oldu? Bəli. Bizdən də nəyi soruşurdu? Təki soruşurdu. Deyir ki, bu ifadələrdən, ifadə nədir? Toplanıla bilmirsə, çıxıla bilmirsə, deməli bunlar nədir? İfadədir. Məsələn, A-nın üzərinə B gəlirəm. A-nın üzərinə B gəlmək olmur. Ancaq A-nın üzərinə A gəlmək olur. A-nın üzərinə 3 gəlmək olmur. Deməli, bu nədir? İfadədir. İfadə deyirsə, aşağıdakı variantlara baxacaqsınız. Aşağıdakı variantlardan da hansı tək oldu? Bu tək oldu. Sonu 7 ilə bitənlər tək ədədlərdir. Və öz deyir ki, A təkdir, B cütdür. Ona görə bizə verməyibdir. Ona görə özümdən az rəqəm qoydum, A-ya tək qoydum, B-yə cüt ədəd qoydum. Sonra keçəyin, məsələn, nömrə 3-ə. Nömrə 3-də bizə deyir ki, 7x plus 5. 7x plus 5-in nəyidir? Kubudur. Cüt ədəd olarsa, aşağıdakılardan neçəsi cüt ədəd olar? Neçəsi deyir cüt ədəd olar? İndi bu deyir cütdür. Müəllim, biz buradan x-i bilmirik. X bir rəqəmlidir. 1-dən 9-a kimi nə qoya bilərəm? Rəqəmlər qoya bilərəm. Məsələn, 1 qoyaq. X bərabərdir 1. Görək cüt olurmu? Hansı cüt olursa o qiyməti götürürəm. 7 vurulsun 1 plus 5 bunun nəyidir? Kubudur. 12, 12-nin kubu. 12-nin kubu 144-ü 12-yə vuranda yenə cüt olmalıdır. Baxın, 144, 12. Eləyir 8, 8, 2, 4, 4, 4. Sonu cüt oldu. Bunu silirəm. Cüt oldu. X-a nə götürdüm? Bizə də cütü deyirdi. X-a nə götürdüm? 1 götürdüm. İndi deyir ki, birinci variantda 9x plus 4. İkinci variantda verib x plus 2-nin üstü kvadratı. Üçüncü variantda 3x plus 5 üstü 4. Dördüncü variantda x kubu plus 1. Beşinci variantda x plus 1 üstü 4 veribdir. Və bizə deyir ki, hansı cüt olar? Burada da cüt olsun deyir. Burada da cüt olsun. Aşağıdakı ifadələrdə də deyir, cüt olanı götür və
neçəsi cüt olar? Neçəsi deyirsə, neçəsi sözü var. Sayını soruşur bizdən. 9-u vurursunuz 2-yə, üzərinə 4 gəlirsiniz. Eləyir 22, cüt oldu. Deməli, 1 idi bu. 13 tək oldu, getdi. 1 üstə gələk 2, 3-ün kvadratı 9 tək oldu, getdi. X-a 1 qoyuram axı, 1 mənim şərtimi ödəmişdi. 3, bununla bunun arasında heç nə yoxdursa vurma var. 3 vurur 1, 3, üzərinə 5 gəlirəm. 8, 8 üstü 4, üstü cütdürsə cüt olacaq. Deməli, bu nədir? Cütdür. 1-in kubu plus 1. 1-in üstündə neçə olursa olsun o 1-ə bərabərdir. Üzərinə də 1 gəlirəm, 2 olur. Bu da cüt oldu. 1-in üstünə 1 gəlirəm, üstündə 4, 2 üstü 4, 16-ya bərabərdir. Bu da cüt oldu. Deməli, neçəsi cüt oldu? Neçəsi cüt oldu? 3 dənəsi nə oldu? Cüt oldu. Deməli, C variantı olacaq 3-də. İndi bizə deyir ki, AB üstündə 5. Üstündə, deməli, üstündə xət. Yəni, AB 5 ədədi. Üstündə xət o deməkdir ki, ədəddir deməkdir. Hansı ədəddir bilmirəm. Məsələn, mən sizə deyirəm ki, neçə kitabınız var? Deyirsən ki, bilmirəm, sonsuz saydadır. Onda üstündə xət nə deməkdir? A sayda deyirsən də, yəni X saydadır. Bilmirəm. Hərflər riyaziyyatda nə adlanır? Dəyişən adlanır. Onlar da bilmirəm deməkdir. Yəni ki, AB üstü 5, üstə gələk AB ədədi bərabərdir 379-a. A plus B cəmini tapın deyir. Bərabərdir suala. A-dan sonra neçə element var? 2 dənə element var. 2 dənə sıfırı olan nədir? 100-dür. 100A olacaq. B-dən sonra 1 element var. 1 dənə sıfırı olan nədir? 10B-dir. Üzərinə gəlirəm 5 təkdir. 5-dən sonra element yoxdur. Üstündə xət o deməkdir ki, yəni məni açqınan hansı ədədən bilmirəm. Yəni aç özün bilginən. Üzərinə gəlirəm 10-anı, üzərinə gəlirəm B-ni, bərabər eləyirəm 379-a. 100A 10-a, elədi 110A. 10B 1B, elədi 11B. Və 379-u da 379-dan da ədədi də ədədin yanına keçirirəm, çıxıram 5-i, qalır 374. Üstə gələk sizə bərabərliyin bu izinə keçəndə çıxımı olur. 11-ləri mötərizənin çölünə çıxardıram. 10A plus B bərabərdir. Neçə qaldı? 374 qaldı. 10A plus B nəyin açılışıdır? AB ədədinin açılışıdır. Baxın, A-dan sonra bir element var. Bir dənə element varsa, bir dənə sıfır olan 10-adır. Bu da B də təkdir. Yəni ki, bu AB ədədinin açılışıdır. 11AB bərabərdir 374-ə. Vurmadır. Arasında heç nə yoxdursa vurma var. Aşağıda olur bölmə. AB ədədi bərabərdir 374-ü nəyə böləcəm? 11-ə böləcəm. 33, 44, 34. Deməli, AB ədədi neçəyə bərabərdir? 34-ə bərabərdir. A-nın yerinə nə durur? Birinci A gəlir. A-nın yerinə birinci gələn 3-dür. A-nın yerinə 3 durur. B-nin yerinə nə durur? 4 durur. Və bizdən də bunların cəmini soruşur. Olur neçə? 7. İndi bunu siləyin. Bugün sınaq dərsidir. Sabahdan artıq dərsə başlayacağım. Yəni ki, bugün ola bilsin tez çıxım. Sınayacaqdım, hamı ilə tanış olmaq üçün qoşulmuşduq. Deməli, o birisi də, deməli 6 da buna aiddir, 5 də buna aiddir. Keçək nömrə 7-yə. Məsələn, 37 bölü x bərabərdir y 5 qalıqdır deməli, qalıq mötərizədə yazılır və x plus y cəminin ƏKG-sini, yəni ən kiçik qiymətini neyniyəyin? Tapağın. Bir dəqiqə qəbul eləyin. Ən kiçik qiymətini neyniyəyin? Tapağın. İndi baxıram. Müəllim, qalıq veribsə, həmişə qollu böləklə neynirəm? Bölürəm. Məryəm, siz nə müəlliməsiniz? Miksiniz, yoxsa sertifikasiya? Məryəm idi də qoşulan. Ayrıldı müəllimə. Hə, eləmi? Deməli, 37-ni bölürəm x-a. Deməli, y qismətdir. Qalıq hər zaman aşağıda qalır. Aşağıda qalan hisslər nədir? Qalıqdır. Bu isə nədir? Qismətdir. Deməli, indi bizə deyir ki, ən kiçik qiymətini tapın. X plus y cəminin. Baxırsınız ki, x qalıq bölündən nə olmalıdır?
kiçik olmalıdır. Məsələn, 3-ü 2-yə bölürəm. 1, 2, 1. Qalıq 4 qala bilərmi? Bölənlə bölünəndən böyük ola bilərmi? Ola bilməz axı. Yəni ki, x 5-dən nə olmalıdır? Böyük olmalıdır. 5-dən böyüklər 6-dır, 7-dir, düz sonraki sonsuzluğa kimi davam edir. Bizdən də deyir, ən kiçik qiymətini tapın. Ən kiçik qiymətim neçə olacaq? 6 olacaq. X-a nə tapdım? 6 tapdım. İndi X-a 6 tapdımsa, gətirirəm, qoyuram nəyi? 6-nın yerinə. Və bölürsünüz, məsələn, 6-ya. Neçə düşürsə, qisməti tapırsınız və oradan da x plus y cəminin ən kiçik qiymətini deyir, onu tapacaqsınız. Sonra bir dənə yolu da var bunun. Bir dənə yolu odur ki, deyəm. Məsələn, 37-ni bölürsünüz x-a, y-dir, bu da 5-dir. Deməli, 37 bərabərdir. Bölməz aşağıda vurma olur. Yəni, x-i y-ə vururam. Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. X vurulsun y bərabərdir. Üstə gələk aşağıda çıxma olur. 37-dən 5-i çıxıram. 32 qalır. X, y-ə vururam. Neçə oldu? 32 oldu. 32 neçə vuraq neçədir? 4 vurulsun 8-dir. 32 vurulsun 1-dir. Sonra 16 vurulsun 2-dir. İndi bizə deyir ki, ən kiçik qiymətini tapın. Nəyin? X plus y cəminin ən kiçik qiymətini tapın. Və x-ların budur, y-lərin budur. İndi alt-altta düzgün yazmadım. Və 4 ilə 8-i toplayıram. Neçə eləyir? 12 eləyir. 32 ilə 1-i toplayıram. 33 eləyir. Ən kiçik qiymət neçə oldu? 12 oldu. Yəni 4 ilə 8 idi. Bunun da cəmi ən kiçik qiymətim neçə olacaq? 12 olacaq. Sonra məsələn, bizə verib ki, natural ədədlərin 11-ə bölünməsindən alına bilən qalıqların cəmini tapın. Natural ədədi bilmirəm. 11-ə bölünməsindən qalığı tapın. Qalıq bölünəndən nə olmalıdır? Kiçik olmalıdır. 11-dən kiçik hansı ədədlərdir? 10-dur, 9-dur, 8-dir, 7-dir, 6-dır, düz ta ki neçə kimi? 1-ə kimi. Və bu qalıqların cəmini soruşur və bunları da cəmləyəcəksiniz. Neçə oldu? Odur. Sonra bizə deyir ki, A bölünsün x bərabərdir 4, qalıq da 5-dir. Qalıqlı bölmə əməlində A-nın ən kiçik qiymətini tapın. Baxırsınız ki, A bölünsün, qalıq veriləndə qollu böləklə çalışın. Bölün 4 qismətdir, qalıq da burada qalır. Qalıq böləndən nə olmalıdır? Kiçik olmalıdır. A-nın ən kiçik qiymətini tapın. Ən kiçik qiymət neçə olacaq? X-a neçə tapdım? 5-dən böyük 6-dır, 7-dir, sonsuzluğa kimi gedir. Deməli, X-ım neçə olacaq? 6 olacaq. İndi A-nı tapın deyir ən kiçik qiymətini. 6-nı nəyə vuracam? 4-ə. Qalıq da hər zaman üzərinə gəlinir. Deməli, neçə olacaq? 29 olacaq. Oldu hansı variant? C variantı. Sonra bizə belə bir nömrə 10-da sual verir. Deyir ki, ABC ədədi və CBA ədədi 3 rəqəmli ədədlərdir. Onsuz da bilirdik də 3 rəqəmli ədəddir bu. ABC ədədi çıx CBA ədədi bölünsün A plus C bərabərdir 9 olarsa A vurulsun C hasilinin qiymətini tapın deyir. İndi bunu necə eləyəcəyik? Bunun məxrəci yoxdursa 1 yazıram. ABC-ni açıram. Nə oldu? 100-a 11 C, üstündə xət varsa açmalıyıq. C-dən sonra neçə element var? Baxın, 1, 2. 2 dənə 0 olan 100 C-dir. B-dən sonra neçə element var? 1 element olacaq 11 çıxa. Ay müəllim, üstə gəl yazırdınız. İndi niyə çıx yazdınız? Çünki qabağında çıx var. Bölürəm nəyə? A plus C-yə bərabər eləyirəm 9-a. 100-a çıx 10-a. Oldu 99A. 11-lər getdi. C çıx 100C. Azdan da çoxu çıxdığıma görə oldu 99C. A plus C bərabərdir 9-a.
9-un məxrəci yoxdursa nə yazacağam? 1 yazacağam. Tənasib yolundan çarpaz vuracağam. 99-anı çıx 99-ni 1-ə vuranda elə həmin ifadənin özü eləyir. Çünki 3 vuraq 1-im 3 eləyir. 1-i nəyə vurursansa, həmin ədədin özü eləyir. 9A plus C-yə vuranda 9A plus 9C eləyir. İndi çox yerində qalır. 99A yerində qalacaq. 9A-nı bərabərliyin bu üzrə keçirəcəm. Çıx 9A olur. 9C bu üzrə olur. Və 99C bərabərliyin bu üzrə keçir. Çıxsa üstəgələk olur. Deməli, 99A-dan 9A çıxıram. Qalır 90A. Bərabərdir. 9C-nin üzərinə 98C gələndə 108C. Deməli, bu da 9-a ixtisar gedir. 10-a, 9-a ixtisar gedir. 12C. 9-a ixtisar gedir. 12C. 2-yə ixtisar gedir. 5A bərabərdir. 6C oldu. İndi bizdən A vurulsun C-ni soruşur. Müəllim, gəlin buradan yer eləyək. A bunun qabağındakına bərabərdir 6-ya. C də bunun qabağındakına bərabərdir 5-ə. Və bizdən də hasilini soruşur. A vurulsun C, 6 vurulsun 5-in neçə eləyəcək? 30 eləyəcək. Harda başa düşmədikləriniz var, deyin. Üstündən keçməyin heç nəyin. Sonra, məsələn, D variantı olacaq. Özünüz də kitabdan baxanda görəcəksiniz. PDF-ni atmışam qrupa. Sonra, deməli, bizə verib ki, nömrə 11-də 5A plus 6B plus 7C bərabərdir nəyə? 70-ə. A-nın ən böyük qiymətini tapın. Hansı böyükdürsə, ona kiçik qiymət qoyun. Məsələn, 1 qoyaq. Deməli, 6-ya da B-yə də neçə qoya bilərəm? 1 qoya bilərəm. Ay müəllim, bəs A, B, C dedi axı. Natural ədədlər deyil. A-nın ayrı adı var, B-nin B adı var. Niyə buna ikisinə də eyni qoydunuz? Müxtəlif sözünü işlətmədi. Ona görə ixtiyarım çatır ki, eyni ədəd qoyun. İndi bütöv ədəd olmalıdır. Çünki deyir, bunlar natural ədədə daxildir. 5A plus 6 ilə bunun arasında heç nə yoxsa vurma var. 6 plus bununla bunun arasında heç nə yoxsa vurma var. Bərabərdir 70 olur. 6, 7, 13. 5A bərabərdir. 70-dən də çıxıram nəyi? 13-ü. 5A bərabərdir. Deməli burada müəllimlər dərsə qoşulun, mitlə qoşulun. Aha, yaxşı. Aha. 5A bərabərdir. Deməli burada bütöv olmadı. Ona görə buna nə götürə bilmərəm? 1 götürə bilmərəm. Deməli, bunun nədir? Həlli yoxdur. Sonra keçək məsələn, bu birisinə qoyağın. Nə oldu buna? Aha. İndi məsələn, qoyaq buna neçə? 2 qoyaq. Məsələn, çoxdursa, buna 2 qoyaq, 1 qoyaq. Elə eləməliyik ki, natural olmalıdır. Çalışın, həm də çoxa qoyun. Çoxa qoyun ədədləri. Məsələn, 5A plus 6 vur 1, 6, 7 vur 2, 14 bərabərdir 70-ə. Aha, burada bütöv oldu. 5A plus 20 bərabərdir 70-ə. 5A bərabərdir. Üstə gələksə aşağıda çıxma olur, 50 olur. Bununla bunun arasında heç nə yoxsa vurma var. Aşağıda bölmə olur. 50-ni də 5-ə böləndə 10 düşür. Məndən də nəyi soruşurdu? A-nın ən böyük qiymətini soruşurdu. Deməli, hansı variant olacaq? B variantı olacaq. Bilirsiniz ki, sonu 0-la 5-lə bitənlər 5 ədədinə bölünür. Yəni, fikirləşdim ki, buna 1 qoyanda özünüz də gördünüz, alınmadı, natural olmadı. Bu da deyir ki, ABC ədədləri natural olmalıdır. Ona görə çoxa 2 qoydum, buna da 1 qoydum. Fikirləşin ki, bütöv olmalıdır. Yəni, 70-dən çıxanda o 5-ə bölünməlidir o ədəd. Hansını soruşursa, o ədədə qiymət qoymayın. Məsələn, buna aid biri də var. Deyir ki, 4A üstə gələk 3B, üstə gələk 5C bərabərdir 90. Test toplumunda natural ədədlərdə belə bir misal var idi. Təzə misal, akvarium məsələsi. Yəni ki, ona aiddir. İndi deyirsiniz ki, deyir ki, ABC natural ədədlərdir. Yəni, nədir? Natural ədədlərə daxildir. Və A plus, B plus, C cəminin
ən böyük qiymətini soruşur. Və ən böyük qiyməti deyirsə, müəllim, burada heç nə bilmirəm. Heç ən böyük əbəqəsini də bilmirəm. Müəllim, burada ən böyükün 5-dir. Gəlin buna 1 qoyaq. 3-üm də B-dir. Bizdə də müxtəlif sözünü işlətmir. Ona görə məndən də nəyi soruşur? Buna da 1 qoyaq. 3 vuraq 1-im, bununla bunun arasında heç yoxsa vurma var. Bununla bunun arasında heç yoxsa vurma var. 5 vuraq 1-im 5, 3 vuraq 1-im 3. 3 ilə 5-i toplayıram 8, 90-dan 8 çıxıram. 90-dan 8 çıxanda 82, 82 4-ə bölünmədi. Düz deyilmi? Onda mən aya neçə qoyacam? Bu bölünməsə, deməli gör nətər mən yanlışlıq buradan deyirəm ki, çoxa qoymalıyıq. 4-ə çoxdur axı. 4 vuraq 1-im 4, 5 vuraq 1-im 5, toplayanda 9, 90-dan 9 çıxanda 81, 81 də 3-ə bölünür. 4 vuraq 1-im 4, 3B, 5 vuraq 1-im 5 bərabərdir 90. 3B plus çoxa qoyun. Müxtəlif sözünü işlətmirsə 1 qoyun. Sonra gördünüz bütöv alınmır, onda 1-nə 2 qoyun. Yəni bütöv olmalıdır. 9 bərabərdir 90-a. 3B bərabərdir 9. Üstə gələksə aşağıda çıxma olur 81, 90-dan 9 çıxıram. Vurmadır. Bununla bunun arasında heç yoxsa vurma var. Aşağıda bölmə olur. 81-i də 3-ə böləndə 2 dəfə 21, 27 dəfə. Deməli, indi aya neçə qoymuşdum? 1 qoymuşdum. C-yə neçə qoymuşdum? 1 qoymuşdum. B-yə də 27 qoymuşdum. Məndən də cəmini soruşur. A plus B plus C-yi olacaq neçə? 29. Müəllimlər, başa düşürsünüzmü? Başa düşmürsünüzsə, Bəli, mən başa düşürəm. test toplusundan başlayalım. Deməli, nömrə 13-ü başa salın. 2x plus 8, 18 çıxılsın 2x ədədləri ardıcıl cüt ədədlər olarsa, x-in ala biləcəyi qiymətlərin cəmini tapın. Müəllim, ala biləcəyi mən bilmirəm nədir. Yəni, apar yerinə qoy, yoxla. Ala bilirsə götür günən. Mümkün olan nə deməkdir? Apar yerinə qoy, yoxla. Mümkündürsə götür günən deməkdir. İndi bizə deyir ki, ardıcıl cüt ədədlər olarsa, ardıcıl cüt ədədlər neçə artır? 2 artmırmı? 4-dən 2-ni çıxın. 4-dən 2 çıxanda 2, 6-dan 4-ü çıxın 2. İndi bilmirəm, birinci bu mu gəlir, yoxsa bu mu gəlir? Bir dəfə 2x plus 8-dən çıxıram. 18 çıxılsın 2x-ı. Müəllim, niyə mötərizədə yazdınız? İfadə mötərizədə yazılır. Çıxıla bilmirsə, 18-dən 2x çıxmaq olurmu? Çıxmaq olmur. Deməli, bu nədir? İfadədir. İfadə nədə yazılır? Mötərizədə yazılır. Deməli, bunun fərqi nəyə bərabərdir? 2-yə bərabərdir. Sonra, indi 2x plus 8 çıxılsın 18 plus 2x mötərizəni açdım, bərabərdir. Neçə olur? 2 olur. Deməli, qabaqda çıxma varsa, mötərizənin içi əksinə dəyişir. Məsələn, mötərizənin içində üstəgəl var. Üstəgəlsə, qabaqda çıx varsa, əksinə dəyişdi, çıx oldu. Çıxdısa, çıx varsa, qabağında əksinə dəyişdi, üstəgələ oldu. Bu birinci. İkinci necə eləyir? Bir dəfə birinci, bu da ikinci. Bilmirəm, ikinci bu mu gəlir, yoxsa birinci bu mu gəlir? Bir dəfə bundan buna çıxıram. Bir dəfə də 18 çıxılsın 2x-dan çıxıram. 2x plus 8-i cüt ədədlər deyir. Cüt ədədlərin fərqi nəyə bərabərdir? 2-yə. Yazıram 2. Bir dəfə bunu həll eləyirəm. 2x elədi 4x. 8 müsbət 18 mənfi. Və yaxud 8-dən 18 çıxıram. Azdan çoxu çıxanda, çoxdan azı çıxın. 18-dən 8 çıxanda 10. Azdan çox çıxıldığına görə çıx olur 10. Azdan çox çıxanda mənfi olur. Bərabərdir 2 olur. 4x bərabərdir. Çıxdısa aşağıda üstə gəlmə olur. 12 olur. Bununla bunun arasında heç yoxsa vurma var. Aşağıda bölmə olur. Olur 3. X-a nə tapdım? 3 tapdım. İndi keçirəm bu birisini həll eləməyə. 18 çıxılsın, 2x çıxılsın, 2x çıxılsın, 8 bərabərdir 2-yə. Deməli, mənfi 2x, mənfi 2x. Elədi mənfi 4x. Qabağında da hər ikisinin çıx var. Ona görə çıx oldu. Mənfi 4x. 18 çıx 8. Çoxdan azı çıxıram. Birinci çox gəlir, sonra az gəlir. Ona görə çoxdan azı çıxıram. Müsbət olur. 10 bərabərdir 2-yə.
Mənfi 4x çıx nə tər oxunur? Mənfi oxunur. Müsbət 2 yerində qaldı. 10 bərabərliyin bu izinə keçəndə müsbətdir, çıx 10 olur. Mənfi 4x bərabərdir. 2-dən 10 azdan çoxu çıxıran mənfi 8 olur. Hər ikisi tərəfdə mənfi varsa müsbətləşir. Bununla bunun arasında vurma var. Aşağıda bölmə olur. 8-i də 4-ə bölürəm, qalır 2. Deməli, burada tapdım x-a 3, burada tapdım x-a 2. Bizə də nə deyir? Qiymətləri cəmini deyir. Onu soruşurdu. Deməli, ala biləcəyi nədir? 3-dür. Ala biləcəyi nədir? 2-dir. Və bunların da cəmi neçə olacaq? 5 olacaq, Y variantı olacaq. İndi müəllimlər, sabahdan başlayarıq.